Axşamınız xeyir, Ramin müəllim. Axşamın xeyir. Zəhmət olmasa soyadınız? Ramin Əliyev. Mən sizə bir sual vermək istərdim, Ramin Əliyev. Buyurun. Bu şeir, bu istedad sizə necə sizin üzərinizdə yananıb bu şeir? Bu şeir bilirsiniz ki, Allah yetişkin bir şeydir. Bunu Allah tərəfindən göndərilir. Nədən başlamışsınız bunu? Nəyə həsr edirsiniz? Bu şeiri bir dənə keçmiş bir qıza həsr eləmişəm. İstəhli idik, ona yazmışam. Elə ondan da başladı şeir yazmağa. Ramin müəllim, zəhmət olmasa bu şeiri bizə həsr edə bilərsiniz. Olar. Buyurun, biz sizi eşdirik. Şeirin başlandığı belədir ki, uzaqlaşma ağrın alım. Məndən yaman aralısan, uzaqlaşma ağrın alım. Söylə haram aralısan, uzaqlaşma ağrın alım. Gəl köllümün baharı, vermə mənə dərd azarı. Sən tək ol, mənsə arı, uzaqlaşma ağrın alım. Allah verib haqqı sayam, coşub çağlayan bir çayam. Sən günəşsən, mənsə ayam, uzaqlaşma ağrın alım. Ömür gəldi gedər bizdən, gün keçməsin hədər bizdən. Ötsün qüssə kədər bizdən, uzaqlaşma ağrın alım. Bu sevgidə hər an olaq, biz həmişə bir can olaq. Dərdimizə dərman olaq, uzaqlaşma ağrın alım. Eşqim imdad, əlac eşqi, mənim eşqim Allah eşqi. Gəl etməsən fəryad eşqi, uzaqlaşma ağrın alım. Günəşim ol, gəl sal işıq, vur ömrümə bir yaraşıq. Mən şah olum, sən şarmaşıq, uzaqlaşma ağrın alım. Gedirsənsə dön hələ get, ağlatma, gülə-gülə get. Gəl məni öldür, elə get, uzaqlaşma ağrın alım. Bilirsiniz, hər bir insanın öz vergisi var. Bu da insanlardan biriydi. Qiymətləndirmək lazımdır o vergini.